Deməli, Sumqayıtdan yanımıza bir müştərimiz yaxınlaşıb. Opel Astra H 1.4 mühərrikdir. Mühərrikdə həm yağ-yemə problemi var idi, həm soyutma mayesi azalırdı, sepdə səs var idi. İndi qalovkanı sökürük, sökdüksə sizə bir-bir göstərəcəm. Sinə prokladkası yox bir vəziyyətindədir, sep sıradan çıxıb. İndi qalovkanı çıxardacağıq, görürsünüz sinə prokladkası demək olar ki, yox bir vəziyyətindədir. Qalovkanı çıxartdıq, su köynəklərində görürsünüz, çürüklər var. Bunlar svarka olunub yonulacaq. Kolçalar, porşunlar yenisi ilə əvəz olunacaq. Qalovka yonulmağa gedəcək. Klapanlar pirtirka olunacaq. Artıq qalovka yonuldu, tam ideal vəziyyətə gətirildi. Klapanlar pirtirka olundu. Klapan salnikləri yenisi ilə əvəz olundu. Porşun yenisi ilə əvəz olundu kolça ilə birlikdə. Parsunka, zaslonka yuyuldu, tam ideal vəziyyətə gətirildi. Artıq qalovkanı qoymuşuq, zajqaniyanı qururuq, zajqaniya quruldu. Görürsünüz, yeni sepdən natrijnoy həddindən artıq az çıxır. Yeni prokladkanda fərqini görürsünüz yəqin ki. Artıq işin 70%-dən çoxu gedib, artıq hazırdır. Xeyirli olsun.